Demək, Avstraliyanın birinci, yəni xüsusiyyəti hansı ki, o ərazinin necə olmasına baxaq. Avstraliya necə ərazidir? Platformada yerləşir, yoxsa geosinkronalda? Platformada. Platformada. Gördüyünüz kimi elə Avstraliya platforması adlanır. O hansı litosfer tavasının üzərində yerləşir? Hind, Sakin. Hind, İran. Avstraliya platforması üzərindədir. Avstraliya ərazisinin demək böyük hissəsi qədim platformadır. Şərq hissəsi paleozoyda formalaşıb. O hissə yəni qədim platforma hesab olunmur. Amma ümumilikdə Avstraliya, yəni ki, platformadır və Avstraliyada heç bir cavan ərazi yoxdur. Nə Kaynozoyda, nə də Mezozoya erasında Avstraliyada formalaşan bir ərazi olmayıb. Yəni belə. Bilirsiniz ki, Avstraliya özü Hind-Avstraliya tavasında yerləşsə də heç bir litosfer tavası sərhəddində deyil. O litosfer tavasının mərkəzi hissəsində, yəni sərhəddən kənarda yerləşir. Düzdürmü? Ona görə onun ərazisində heç bir geosinklinal qurşağa rast gəlinmir. Avstraliyanın şərq hissəsi əsasən müəyyən qədər Avstraliya üçün hündür dağlardan ibarətdir. Bu dağların adı necə idi? Böyük su ayrıcı. Böyük su ayrıcı dağlar. Bəs deyirik ki, Avstraliya litosfer tavası sərhədində yerləşmir. Bəs necə olub ki, Paleozoy erasında Kaledon Hersin qırşığında Avstraliyanın şərqində dağlar meydana gəlir? Onlar əvvəlcədən yaranıb, sonra düşüb. Əvvəllər deməli Avstraliyanın şərq hissəsi litosfer tavasının nümayəndə olub, sərhəddində olub, düzdür? Bu dağların ən yüksək zirvəsi hansı zirvədir? Kostюшka. Düzdür? Nə qədər? 2200. 2228. Gördüyünüz kimi elə də hündür ərazi deyil, düzdürmü? Çünki yəni digər materiklərdə hündürlüklər tutaq ki 5000-dən, 6000-dən, 8000-dən başlayırsa, bunda cəmi nə qədərdir? 2000-dən başlayır. Ona görə orta hündürlüyünə görə ən alçaq materik məhz hansı materikdir? Avstraliyadır. Bəs onun ən alçaq hissəsi hansı çökəklidir? Eğer -16 metr. Eğir gölü, bəli, -16. Onda Avstraliyanın amplitudası azdır. 2228-dən çıxsaq -16-nı nə qədər eləyəcək? 44 eləyəcək, 2244, düzdürmü? Bu da çox bir rəqəmdir əslində. Bu səbəbdən Avstraliyadan başlayan çayların düşmə kəmiyyəti nə olur? Az olur. Çünki çox yüksək hissədən Şərqi Avropa çaylarıdır. Dnepr, Dunay, daha doğrusu Dunay o qədər biraz hündürdən başlayır o. Əsasən Dnepr'dir, Dnester'dir, Dondu, Volqadır. Bu 4 çay. Sonra Şimali Divina var, düzdür. O Petsora var, o da Şimal Buzlu Okeana aid. Onlar da alçaqdır, yəni mənsəbləri aşağıdır. Bir də daha doğrusu mənbə ilə mənsəb arasında hündürlük fərqi azdır. Yəni düşmə kəmiyyətləri kiçikdir. Bir də bu Avstraliya çayları əsasən mənbə ilə mənsəb arasında hündürlük fərqi azdır. Avstraliyanın əsasən relyefi belə deyək, 3 hissəyə bölünür. Relyefinə görə Avstraliyada 3 ərazi ayırd eləmək olar. Onlar hansılardır? Demək, Şərqi, mərkəzi, qərbi. Şərqi, mərkəzi, bir də hansı? Qərb hissəsi. Avstraliyanın qərbində hansı yaylalar yerləşir əsasən? Əsas yaylası hansıdır? Elə qərbi Avstraliya yaylasıdır. Demək, Avstraliyanın qərbində həm də bir sıra səhralar var. Böyük qumlu səhra, sonra böyük Viktoriya səhrası. Bunlar ovalıqlardır əsasən. Yəni qum çöküntüləri ilə örtülüdür. Bu yaylaların üzərində əsasən müxtəlif silsilələr var. Bunlardan biri Hammersli silsiləsidir. Digəri isə hansıdır? Makdonel. Makdonel silsiləsidir. Əsasən Avstraliyanın bu hissəsində yerləşən əsas relyef vahidlərdir. Onun mərkəzi hissəsi daha çox çökək ərazidir. Xüsusilə burada bir məşhur düzənlik yerləşir. Adı necə idi onun? Nalarbor. Mərkəzi ovalı. Cənub hissəsində isə hansı idi? Nalarbor. O hansı körfəzin sahilində idi Nalarbor düzənliyi? Böyük Avstraliya. Avstraliya körfəzinin, bəli. Avstraliya. Şimal hissəsində isə Avstraliyanın ən böyük çıxıntıları yerləşir. Hansı ki, Arnhem, Cape York. bir də Cape York yarımadasıdır, bəli. Onlar arasında bir körfəz var idi. Hansı idi? Carpentaria körfəzi. Carpentaria, bəli. Bu ərazilər Avstraliyada ən böyük girintilərdir, körfəzlər. Arnhem ilə Cape York yarımadası isə Avstraliyada ən böyük çıxıntılardır.
Demək, şərq hissəsi isə gördüyünüz kimi böyük su ayırıcı dağlarından əsasən təşkil olunub. Yaxşı. Avstraliyanın şimal hissəsində onu Avstraliyadan daha doğrusu bir dəqiqə o bir xəritəni açım sorusu. Avstraliyanın şimal hissəsində dünyanın ikinci böyük adası yerləşir. O hansı adadır? Yeni Gvineya. Yeni Gvineya. Onu Avstraliyadan ayıran boğazın adı nədir? Torres. Torres. Torres boğazı hansı obyektləri birləşdirir? Mərcan dənizinin orası. Arasur dənizinin Arasur dənizinin Sakit Okeanı həmçinin. Sakit Okeanla Hind Okeanını birləşdirən bir çox boğaz var. Hansı ki Zonddur, Malakkadır. Burada Torresdir. Bir də Avstraliyanın cənubunda hansı boğaz idi? Bas boğazı. O Tasmaniya adasını Avstraliyadan ayıran boğazdır. Düzdürmü? Belə. Demək, Avstraliyanın şimal-şərqində əsasən çoxlu adalar var. Bu səbəbdən burada gəmçiliyin inkişafı mümkün deyil. Şimaldan cənuba 2000 kilometr məsafədə olan bu tip kiçik adalar necə formalaşıb və necə adlanır? Şimal-şərqində mərcan poliklərindən yaranıb. Bəli. Adı nə idi bu adalar qrupunun? Böyük Səd rifi. Səd, bəli. Rifi, bəli. Böyük Səd rifi. Mərcan demək adalar hesab olunur bu adalar. Demək, Avstraliya özü hansı yarımkürədə yerləşdi? Cənub-şərq. Avstraliya bəli, yalnız iki yarımkürədə yerləşir. Cənub-şərq. Bundan başqa hansı materik iki yarımkürədə yerləşirdi? Şimali Amerika. Bu da onun tam tərsindədir. Bu cənub-şərqdə, o isə şimal-qərbdədir. Qalanları 3-dür. Afrika isə 4 yarımkürədə idi. Avstraliya neçə işıqlanma qurşağına düşür? Tropiklə tropiklə mülayim işıqlanmağa düşdü. Mülayim işıqlanma qurşağına. Doğrudur. Eyni zamanda böyük su ayırıcı dağlarda həmçinin tropik xətt kəsir. İki işıqlanma qurşağında yerləşən dağ silsiləsi sayılır bu. Demək belə, bu dağlar Avstraliyanın şərqində olan böyük su ayırıcı dağlar hansı geoloji yerada formalaşdı? Kaynazoy. Kaynazoy. Avstraliyada dediyindən Mezozoy dağı yoxdur. Paleozoydur. Paleozoydan sonra Avstraliyada dağa gəlmə mərhələsi müşahidə olunmayıb. Avstraliyanın 50% tropikdə yerləşdiyinə görə əsasən burada hansı aşınma növü üstünlüyü təşkil edir? Xüsusilə mərkəzi və qərbi hissədə. Fiziki, yəni istidən suxurlar genişlənir, parçalanır, dağılır, düzdür. Fiziki aşınma üstünlüyü təşkil edir. Onun ucqar şimal nöqtəsi hansı ərazidir? York burnu. Ucqar cənub hissəsi? Cənub-şərq. Cənub-şərq, South East Point burnu bir də eyni xüsusiyyətə malikdir onsuz da. Şərq hissəsi hansı idi? Byron. Byron burnu. Qərb hissəsi? Steep Point burnu. Doğrudur. Yaxşı. Demək, Avstraliyanın şərqindən keçən 150 dərəcəlik meridiandan qərbdə qalan bütün obyektlər hamısı şeyə aiddir. Hind okeanına. Yəni Böyük Avstraliya körfəzi olsun, Karpentariya olsun, Avstraliya sahillərində olan adalar olsun, Timor demək, bu adaların bəziləri düzdür. Sakit Okean bir tərəfini Hind okeanı yürür. Məsələn, Yeni Gvineyada və s. Bunlar da belədir. Burada Arafur və Timor dənizləri var. Onlar Hind okeanına aid şimal tərəfdə. Bu zona olan bütün obyektlər Avstraliyanın solunda qalan bütün obyektlər. Yəni yalnız şərqində olan ərazilər Sakit Okeana aiddir. Burada məsələn Tasmaniya adası da həm sakit, həm də demək Hind okeanı sahilində yerləşən bir ərazidir. Dedi, Eyr göldə -16 oldu. Avstraliyanın ən çökək yeridir. Burada Avstraliyanın əyilmə sahəsi yerləşir. Nallar buradaydı. Qeyd elədik, böyük qumlu Viktoriya səhraları, böyük qumlu tropikdədir. Viktoriya isə mülayim işıqlanmadadır. Eyr gölü mülayim işıqlanmaya düşür. Ola bilər ondan bağlı sual düşsün. Yəni Avstraliyanın cənubuna meyilli olan ərazilər mülayimə düşür. Bir də burada coğrafiyası körfəzi var idi. Düşən deyil, elə belə qeyd edeyim. Cənub-qərb hissəsində coğrafiyası körfəzi. Əsasən Avstraliyanın mərkəzində bir ərazi var. Hansı ki o Braziliyadakı məsələn Kəlləqənd kimi, Venezueladakı Tepuilər kimi, o da nədir? Əsasən Ulur masivi. bəli, o da necə ərazidir? O da Şahid dağ idi də, düzdür?
Şahid dağlar, qədim dağların qalığı. Qırmızı qumla örtülüdür. Səthində güclü fiziki aşınma gedir. Bu səbəbdən çatılar var və Qobustanda olduğu kimi onun da üzərində yerli tayfalar müxtəlif qayaüstü rəsmlər demək tərtib eləyiblər. Dediyimiz kimi bu keçmiş dağların məhz qalıqlarına nümunələr kimi qeyd oluna bilər. Burada və ya Ayers Rock dağı da adlanır. Avstraliya bilirsiniz təbii sərvətlərlə zəngindir. Bu təbii sərvətlər onlarda açıq üsulla çıxarılır, yoxsa yəni dərininə çıxarılır, yoxsa eninə? Qızılı burada Enin. açıq üzümdən çıxarırlar. Eninə. Burada bir qızıl yatağın adı var. Testdə də adı qeyd olmuşdu. Adı nədir onun? Super Pit. Pit qızıl Əsas mədəni. qızıl yatağı, bəli. Avstraliya həmçinin uranla zəngin olan ölkələrdən biridir. Müxtəlif təbii sərvətlər var və onlardan biri urandır. Uranın əsasən yayıldığı suxurlarda onun tərkibində suxurun faiz nisbəti, filizin faiz nisbəti çox kasıbdır. Cəmi 0,2%-dir. İndi biz 1 kiloqram uran əldə etmək üçün hansısa bir X ədədinin 0,2%-ni neçəyə bərabər etməliyik? 1-ə. 5 kiloqram uran əldə edirsə, bərabərlikdə 5 yazmalıyıq. Nə bilim, neçə kiloqram? Və yaxud məsələn bizə deyir ki, 5 kiloqram uran əldə olunub, yazırıq. Hansısa bir X ədədinin, yəni çıxardığımız suxurun, nə qədər suxur çıxarmışıqsa, onun yalnız neçə faizi urandır? 0,2%. Əgər o 5-ə bərabər olubsa, biz buradan X-in qiymətini tapa bilərik, düzdürmü? Yəni nə qədər suxur emal olunduğunu tapa bilərik. Və yaxud bizə məsələn hansısa deyir ki 15 ton suxur hasil olunub. 15-in 0,2%-ni tapıb uranın nə qədər uran əldə olunduğunu müəyyənləşdirmiş olacağıq, belə deyək. Sonra Avstraliya bilirsiniz ki, isti və quraq ərazi olduğu üçün arid denudasiya prosesi üstünlüyü təşkil edir. Bu Avstraliyanın əsasən ərazilərində qədim dağlar məhz bu səbəbdən parçalanıb dağılıb. Onun şimal-qərb hissəsində və mərkəzi hissələrində olan məsələn qədim dağların yerində yaranan demək dağlıq ərazilər Hammersli, Macdonald məhz bu səbəbdən parçalanmış, dağılmış ərazilər hesab olunurlar. Eyni zamanda şərqdə böyük Suariz dağlarda bu xüsusiyyətə sahibdir. Amma böyük Suariz dağlarının şərqinə bol miqdarda yağıntı düşür. Bunun səbəbi Sakit Okeanından gələn Passat küləklərinin təsirlə bol yağıntıdır. Bir də həmçinin isti cəryanın təsiri, Şərqi Avstraliya isti cəryanın təsiridir. Demək belə, burada bir çox çaylar axır, amma çayların çox hissəsi ilin yağıntısız dövründə quruyur. Bu tip çaylara kor mənsəbli krik çaylar deyirlər. Onlar içərisində ən məşhur çay, yəni Avstraliyanın ən böyük çayı Murray çayıdır. Qolu isə Darlingdir. O gəmisilə yararlıdır və müxtəlif məqsədlərlə istifadə olunur. İndi isə daxili sularına baxaq Avstraliyanın. Demək, Avstraliyanın daxili suları. Avstraliyanın daxili su ehtiyatları çox azdır. Bu səbəbdən o dünyanın nəyi sayılır? O dünyanın ən quraq materikidir. Ən quraq. Bəzən Afrikan elə bilir ən quraqdır, amma ən quraq materik budur. Ümumi dünyada su ehtiyatının, yəni çayların su ehtiyatının cəmi 1% Avstraliya çaylarından axır. Qeyd elədiyimiz kimi bəzilərdə quruyur. Avstraliyada maraqlı bir təbiət hadisəsi Hiller gölü haqqında qeyd eləmişdik. Səhra rəydədir. Avstraliyanın cənubunda adada yerləşən bir ərazidir. Orada məhz bu gölün bu rəngə malik olmasının səbəbi bakteriyalar və mikroskopik su yosunlarının demək həyat fəaliyyəti, onların ifraz etdiyi maddənin sayəsindədir. Bəzən Azərbaycandakı Masazır gölünü buna bənzədirlər. Avstraliyanın daxili suların formalaşması təbii ki, iqlimlə birbaşa əlaqədardır. İqlimə toxunmadır. Avstraliyada neçə iqlim qurşağı var? 3 dənə. 3 dənə əsasən. Onun mərkəzi hissəsi hansı iqlim qurşağında yerləşir? Tropikdə. Tropikdə. 50% tropik tutur. Onun şimal hissəsi hansı iqlim qurşağındadır? Ekvatorial. Cənub hissəsi isə Subtropikdə. bəli, subekvatorial iqlimdə ilin hansı dövründə yağıntı düşür? Yay. Yayda. Hansı aylarda? Dekabr, yanvar, fevral. Dekabr, yanvar, fevral ayları. Bəli, Avstraliyanın şimalı bol yağıntılı olur. Çünki ekvatorun ətrafında həmişə yayda yağış yağır. Cənubda yay olanda təbii ki, dekabr, yanvar, fevral ayları. Mərkəzi tropikli dedik. Tropikin qərb hissəsi əsasən mərkəzi hissəsi səhradır. Şərqi rütubətlidir. Çünki şərqindən isti Avstraliya cəryanı keçir. Cənub hissəsi isə əsasən subtropikdir. Subtropikin hansı tipləri var burada? Aralıq dəniz. Aralıq dənizi. Kontinental. Kontinental. Şərqdə isə
Bərabər Rütubəti rütubət. bərabər paylanan, bəli, subtropik. Çünki şərq hissəsində musson olmalı idi materiklərin, amma cənubda musson olmadığını onun əvəz edici yağıntıları bərabər paylanandır. Burada deyir ki, nə üçün Avstraliyada 127 Fahrenheit temperatur müşahidə olunub, amma dünyanın ən isti yeri Liviya sayılır. Çünki əslində Selsiyə görə 58 dərəcə, Fahrenheit ölçüsünə görə 127 dərəcədən daha yüksəkdir. Bunu təyin etmək üçün əsasən qayda belədir. Məsələn, deyək ki, Selsidən Fahrenheitə keçmək istəyirik. Buyur İsa. Müəllim deyirəm yanılırlar, amma axı sonda 57 dərəcə istidə olub. Necə? Başa düşmədim. Sonda 57 dərəcə istidə olub da. Oranı Bizdə- niyə götürdülər? Bizdə 46,2 dərəcə götürülür. Ən isti yer olaraq. Aha. Belə. Demək, tutaq ki, 58 dərəcə Liviyanın istiliyini çevirmək istəyirik Avstraliyadakı ölçü vahidinə. Həmin ədədi 1,8-ə vurub üzərinə 32 dərəcə gəlirik. Çünki bu ölçüyə görə 32 dərəcə 0 dərəcə sayılır. 212 dərəcə isə əsasən qaynama həddi olmalıdır. İndi 100-ü 1,8-ə vurub 180 üstünə 32 gəlində düzdür. 212 dərəcə edir. Demək bu şəkildə. Geri qaydanda da belə edirik. 127 dərəcə 127 Fahrenheiti biz çevirsək Selsiyə, birinci ondan 32 dərəcəni çıxıb, sonra həmin ədədi neçəyə bölməliyik? 1,8-ə. Daha doğrusu bərabərlik olmalıdır. Belə. Bu şəkildə görəsiz ki, təxminən 52 dərəcə eləyəcək Avstraliyanın istiliyi. Avstraliyada əsasən iyul ayları qış ayları olduğuna görə burada temperatur həmin aylarda aşağı inir. Cənubi yarımkürəsində. Demək, burada şimal subekvatorialında yayda sütunlar yuxarı qalxıb, yanvar-dekabr ayları və yayda da yağıntı göstəriciləri də yuxarı qalxıb. Subtropikində Aralıq dənizində əksinə olur. Burada gördüyünüz kimi şimal hissəsi subekvatorialdır, mərkəz tropikdir, cənub hissəsi isə subtropikdir. Yeni Zelandiyada belədir. Yeni Zelandiyanın bir hissəsi demək subtropikdir, bizim kimi bir hissəsi mülayimdir, amma subtropiklə mülayimin tipləri fərqlidir. Subtropikdə rütubəti bərabər paylanan, bir də mülayimdə də dəniz tipidir. Həm də Tasmaniya adasında da elədir. Avstraliyanın özündə isə mülayim yoxdur. Yeni Zelandiya, Tasmaniyada demək var. Demək, Avstraliyanın ərazilərinə diqqət edəsək, orada müxtəlif təsərrüfat sahələrini inkişaf etdirmək üçün demək, şərait var. Geniş yem bazası, otlaq sahələri çoxdur. Çünki əhalisi az, ərazisi isə həddindən artıq böyükdür. Adam başına ən çox torpaq sahəsi məhz Avstraliyada düşür. Bu səbəbdən kənd təsərrüfatını inkişaf etdirmək üçün əlverişli imkanlar var. Burada böyük qumlu və böyük Viktoriya səhraları nisbətən gördüyünüz kimi istifadəsi nisbətən az, zəif olan ərazilərdir. Heyvandarlıq, xüsusilə qoyunçuluq çox yüksək səviyyədə inkişaf edib. Burada südlük yox, ətlik istiqamətli meyillik çoxdur. Quru yem bazasına əsaslanır. Qoyunçuluq ferma deyil, yəni belə deyək, ümumiyyətlə heyvandarlıq təbii şəraitdən asılıdır deyə biraz ekstensivdir. Yəni təbii şəraitdə inkişaf eləmirdi, özü-özünə təbiətdən asılı vəziyyətdə inkişaf edir. Çünki ərazi çox böyükdür, təbii yem bazası var deyə. Sonra digər bir məsələ, Avstraliyanın dediyi daxili sular idi. Birinci biraz tələsdim, iqlimdən keçdim. İlgimi qeyd eləməmiş birbaşa daxili suları keçmişdim. Bir də qayda ora. Demək, Avstraliyanın daxili suları dediyi zəifdir. Çünki gördüyünüz kimi iqlimin böyük bir hissəsi tropik iqlimə aiddir. Avstraliyanın ərazisi əsasən Afrika, Avrasiya kimi ərazilərə bənzəyir. Daxili axar sövzəsi genişdir. Şimali Amerika ilə Cənubi Amerikada daxili axar sövzəsi zəifdir. Çayların cəmi 10% Sakit okeana, qalan hissəsi demək 30% Hind okeanına, digər 60% isə materikin daxilində bəzən göllərə tökülür, bəzən də quruyur. Avstraliya çaylarının əksəriyyəti dedik kör mənsəblidir. Bunlara krik çaylar deyirlər. Onlar içərisində dediyi ən böyük çay Murray-Darlingdir. Yayda bol sulu olur əsasən. Müxtəlif təsərrüfat məqsədilə istifadə olunur. Xüsusilə suvarma, gəmçilik. Onların bu çayın üzərində Olberi şəhərinə qədər 2000 kilometr məsafədə gəmçilik üçün imkanlar mövcuddur. Bax burada. Demək belə, Avstraliya su ehtiyatı əsasən görsək hansı hissədə yaxşı təmin olunub. Sakit okean sahilləri, şimal hissələri su ehtiyatı ilə yaxşı təmin olunub. Çünki ekvatora yaxın və şərq sahil boyuna bol miqdarda yağıntı düşür. Mərkəz və cənub hissələri quraq ərazilərdir.
Şimal subekvatorial, bir də şərqdə qeyd elədiyimiz kimi haradır? Böyük Suez dağlarının şərq hissəsi. Böyük Suez dağlar demək sahilə paralel olduğuna görə gələn hava kütlələrinin qarşısını kəsir okeandan və dağ yamacı boyu yuxarı qalxıb soyuyub sıxılan hava bol miqdarda yağıntının düşməsinə səbəb olur. Avstraliyada çoxlu göl olsa da onların əksəriyyəti duzludur. Onlardan ən böyüyü Eyre gölüdür. Əslində 5 hissədən ibarət olub. Sonradan göllər üçü quruyub və nisbətən dərin olan və suya həcmi çox olanlar qalıb. Şimali Eyre, Cənubi Eyre gölləri, Eyre Sos, Eyre Nos gölləri burada. Demək görürsünüz. Demək belə. Digər göllərdə Mahqaydı, sonra Hillerdi. Onlar da duzluydu. Argyle gölü var. Biraz o sünidir. Şirin sulu göl kimi qeyd oluna bilər. Belə. Çaylar da qeyd elədiyimiz kimi çox quruyan çaylardır. Əsas bol sulu çaylar Sakit Okean sahillərinə meyillidir. Şərqə bol miqdarda yağıntı düşür. Amma sahillə, dağlarla dəniz, okean arasında məsafə az deyə çayları qısadır. Həmin çayların əksəriyyəti demək tökülür Mərcan dənizinə və Tasman dənizlərinə. Demək, bu Avstraliyanın Argyle gölüydü. Dedik, süni göldür. Torres gölü də duzludur, təbiidir amma. Belə. Bir də Avstraliya haqqında qeyd edəndə demişdik, əsasən daxildə su ehtiyatlarını ödəmək üçün nədən istifadə edirlər? Arteziyan hövzəsindən, yeraltı sulardan. Dünyada 4 dənə böyük ərazidə arteziyan hövzəsi var idi. Onlar haradaydı? Biri elə biri Şimali Afrikadaydı. Digəri haradaydı? Qərbi Sibirdə. Üçüncüsü haradaydı? Mərkəzi Asiyada. Dördüncüsü elə Avstraliyadaydı. Böyük arteziyan hövzəsi. Bu daxili sular idi. İndi təbii zonalarına baxaq. Avstraliya bildiyiniz kimi Cənub materiklər qrupuna daxildir. Avstraliyanın təbiətini digərlərindən fərqləndirən əsas əlaməti nədir? Avstraliyada olan bitki və heyvan növlərinin çoxu Avstraliya üçün səciyyəvidir. Bunlara deyirlər endemik olanlar. Aydındır. Və həmin orada olan bəzi canlılar var ki, dünyanın başqa yerlərində rast gəlinmir. Bu, əsasən onunla əlaqələndirilir ki, güya, yəni ehtimal olunur ki, Avstraliya əvvəllər digər materiklərdən daha tez ayrılıb. O səbəbdən onun təbiəti digərlərindən daha fərqlidir. Onun şimal hissəsində hansı təbii zona əhatə edir? Havanla. Savanna, bəli. Nə vaxt burada ot örtüyü zəngin olur? Hansı aylarda? Dekabr, yanvar, fevral. Dekabr, yanvar, Dünya fevral. aylarında. Digər hissələrdə də yayılıb. Biraz burada qanuna uyğunluq tam ardıcıllığını gözləmir. Əsasən onun şimal hissəsi dedik, oldu savanna seyri meşələr. Mərkəzi hissəsi Tropik, yarım səhralardır. Burada hansı səhralar var idi? Böyük qumlu, sonra Böyük Viktoriya. bəli, Böyük Viktoriya. Viktoriya, sonra Hibson, Simpson səhralar var idi. Düzdür? Hibson, Simpson səhralar. Deməli, Avstraliyanın əsas səhralardır. Yəni, Böyük qumlu və Viktoriya təbii ki, ən əsasdır. Demək, onun şərq sahil boyu qeyd elədik ki, çox rütubətlidir. Buradan şərqdən passat küləklərinin təsiri və eyni zamanda Şərqi Avstraliya isti cəryanın təsiri ilə bol miqdarda yağıntı düşür. Ona görə Böyük Suariz dağlarının şərq hissəsində hansı təbii zona yayılıb? Dəyişən rütubətli. Bəli, dəyişən rütubətli meşələr doğrudur. Ucqar cənub hissələri isə subtropikə düşür. Subtropikin sol tərəfi, yəni qərb hissəsi hansı iqlim qurşağı idi? Aralıq dəniz. O səbəbdən codyarpaq meşə və kolluqlar yayılıb. Mərkəzi kontinentaldır Nallar borcuzənliyi. Ona görə səhra yarımsəhradır. Şərq hissəsi isə baxmayaraq ki, rütubəti bərabər paylanan subtropik iqlimdir. Məhz orada da hansı təbii zona yayılıb? Codyarpaqlı. Codyarpaq meşə və kolluqlar doğrudur. Demək, onda belə çıxır ki, Avstraliyanın ucqar şimal hissəsində dəyişən rütubətli meşələr, şərqində də həmçinin, yəni bu xəritəyə əsaslansa, qərb hissəsi
Demək, uyğun gəlir burada tropik ərazilərə, cənub hissəsi isə düşdü hara? Aralıq dənizinə, düzdür? Daha doğrusu codyarpaq meşəyə. Yəni iqlim olaraq isə rütubəti bərabər paylanan subtropikdədir. Cənub hissəsi. İndi isə Avstraliya ölkəsi. Avstraliya bilirsiniz ki, heç bir dövlət sərhədinə malik olmayan ölkədir. Bir dənə onun bir dəqiqə. O oyuncalar Avstraliya ölkəsi. Demək, Avstraliya bilirsiniz ki, uzun müddət müstəmləkə olub, hansı ki İngiltərənin. 1771-ci ildə James Cook kəşf edib. James Cook kəşf edənə qədər orada hansı xalqlar yaşayırdı əsasən? Aborgenlər yaşayırdı, yerli xalqlar. Avstraloid irqinə aid idilər. Ancaq sonra ingilislərin həmin ərazini kəşf etməsi və ora köçməsi nəticəsində əhalinin 90%-dən çoxunun hansı xalqdan təşkil olmasına səbəb oldu? Təbii ki, İngilis. İngilislər bura gələndə Amerikada olduğu kimi yerli xalqları həm öldürdülər, həm də bəzilərində öz ərazilərindən köçməyə məcbur etdilər. İnsanların öz doğma yurd yuvalarından pis əlverişsiz ərazilərə qovulma prosesi nə adlanır? Rezervasiya. Aha, bu şəkildə bəzən insanlar özləri aclıqdan, əlverişsiz təbii şəraitdən də ölə bilirlər. Yəni sayları azdır bu səbəbdən. Demək, Avstraliyanın hal-hazırda əsas dövlət dili hansıdır? Yəni İngilisdir, bildiyiniz kimi. Avstraliyanın bayrağında hələ də İngilis rəsmi qalıb, rəmzi qalıb. Bunun səbəbi nədir? İngilis müstəmləkə. Müstəmləkəsi olub, hələ də rəsmi olaraq İngilis müstəmləkəsi sayılır. Ona görə Avstraliya əslində necə ölkədir? Avstraliyanın rəhbərini məhz İngiltərə kraliçası və yaxud hakimiyyətdə kimsə, deyək, İngiltərə kralı təyin etdiyi üçün Avstraliya siyasi baxımdan necə ölkə sayılır? Monarxiya yoxsa respublika? Monarxiya. Monarxiya sayılır, bəli. Avstraliya monarxiya sayılır. Bax, burada da bir dəqiqə. Demək, idarəetmə forması hara qeyd olunub. İdarəetmə forması. Bax, görürsünüz, konstitusiyalı monarxiyadır. Gördüyünüz kimi bax burada. Bu xüsusiyyəti həm də Avstraliya və Okeaniyada yerləşən digər hansı ölkəyə aid etmək olar? Yeni Zelandiyaya, düzdürmü? Avstraliyanın əsasən rəhbəri, İngiltərə rəhbəri, demək 3-cü Charles'dır. General qubernator oranı idarə edir. Məhz həmin o qubernatoru məhz İngiltərədə kim rəhbərdirsə o təyin edir. Amma təbii ki, bunlar rəmzi xarakter daşıyır. Amma yenə də monarxiya sayılır. Və Avstraliyanı, belə deyək, baş nazir əsasən idarə edir konstitusiya əsasında. Yəni, konstitusiyalı monarxiya ölkəsidir. Yeni Zelandiyada bu özəlliyə sahibdir. Yeni Zelandiyadır, Avstraliyadır, Cənubi Afrika Respublikasıdır, Kanadadır. Vaxtı ilə hamısı İngiltərə müstəmləkələr olub. Məhz onların təsiri ilə bunlar inkişaf ediblər. Hal-hazırda bunlara Avstraliya, Yeni Zelandiya, Cənubi Afrika, Kanada, bir də İsrail kimi ölkələrə, necə ölkələr deyirlər inkişaf etmiş ölkələr içərisində? Kapitalist. Köçürmə kapitalist. Ölkələr. Köçürmə kapitalist. Mislərindən İsrail müstəmləkə olmamış deyəsən. İsrail yox. İsrail yeni yaranmış dövlətdir. Ona görə o müstəmləkə olmayıb. Demək, bu ölkə idarəetmə formasına görə oldu monarxiya, yəni konstitusiyalı monarxiya. İnzibati ərazi quruluşuna görə necədir? Federativ. Federativdir, düzdür. Demək, bu 6 ştata bölünür və onun sayəsində idarə olunur. Federativ ölkədir. Belə, inkişaf etmiş ölkədir. Dedik, köçürmə kapitalist ölkədir. Paytaxtı haraydı? Canberra. Canberra. Ən böyük şəhər hansıdır? Ən böyük şəhəri. Sydney. Sydney, bəli, onun iqtisadi paytaxtı sayılır. Bir də Melbourne şəhəri böyük şəhərdir. Şəhərlər əsasən Avstraliyanın hansı hissəsində daha çox cəmlənib?
Şimalında. Yox, şərq sahil boyunda. Əsas şərqi rütubətlidir axı. Sakit Okean sahilləri daha əlverişlidir. Avstraliyanın mərkəzi hissələri boşdur. Bir də cənub-qərb Aralıq dəniz sahillərində əhalinin sıxlığı çoxdur. Burada bir dənə məşhur şəhər var idi, keçən dəfə testdə var idi. Perth, liman şəhəri. Bəli, Perth şəhəri. Avstraliyanın liman şəhərləri hansılar idi? Yaxşı yadıma saldın. Limanları qeyd eləməmişik. Qərbində Hind Okean sahilində 2 dənə liman var. Kim qeyd eləyə bilər? Kimin yadında qalıb? Biri Dampier idi, Bir də Newcastle idi. biri də Port Hedland. Newcastle liman da var idi. Cənubunda. Newcastle isə o hansı tərəfdədir? Cənubunda. Əsasən şərq sahil boyundadır. Cənub şərqində. Yəni Hind Okean sahilində deyil də. Sakit Okean sahilində Newcastle'dır. Dampierlə Port Hedland isə hardaydı? Demək, Qərbində. qərbində, yəni hansı okean sahilində? Hind Hind Okeanı. Okeanı. Avstraliya bir çox təbii sərvətlərin ixracatçısıdır. Demək olar ki, xammal ithal etmir. Xüsusilə hansı ölkənin xammal bazası sayılır Avstraliya? Yaponiya. Ay sağ ol, Yaponiya, doğrudur. Belə. Demək, əhalisinin əksər hissəsi hansı dil qrupunda danışır? İngilis. Germaniya. Dil qrupu olaraq Germaniya. Yaxşı. Belə. Avstraliya barəsində unutduğumuz nəsə yaddan çıxan bir şey varmı? Yoxdur məncə. Hamısını. Demək, iqtisadi xüsusiyyətlərini qeyd elədik. Təbii sərvətləri də əsasən dedik urandır, kömürdür, dəmirdir, boksit xüsusilə. Boksit onun ən zəngin boksit ehtiyatı dünyada Avstraliyanın hansı ərazisində idi? Onu da qeyd eləyək, yekunlaşdıraq. Şimal hissəsində. Bəli. Hansı ərazidə idi o? Yoxda. Cape York yarımadasında, bəli. Demək belə. Bu da Avstraliya haqqındadır. Bundan da ölkələr bitdi. Yəni daha doğrusu materiklər bitdi. Qaldı bizdə hansı? Türk dünyası. Türk dünyası. İnşallah növbəti dərsimizdə Türk dünyası olacaq. Ondan sonra isə keçirik Azərbaycan ərazisinə. Azərbaycanın bir dəfə fiziki xüsusiyyətlərini təkrarlayacağıq. Bir dəfə isə Azərbaycanın iqtisadi göstəricilərini. Belə. Yəni səhər növbəsində olan dərslərə aiddir. Ondan sonra digər hissəsində də isə testdə çalışacağıq və məsələlər üzərində hansısa bölmələrdən düşmə ehtimalı olan məsələlərə daha çox diqqət ayıracağıq. Bəlkə özünüzün nəsə sözünüz, sualınız ola? Nəsə bir istəyiniz varmı? Yoxdur. Ümumi daxili məhsuldan bu bölmədə sual düşəcək. Kiminsə həmin mövzu ilə bağlı çətinliyi varsa qeyd eləsin. Ona aid bir dənə də izah da ataram, səhv eləmirəmsə olmalıdır məndə. Ümumi daxili məhsulla bağlı. Belə. Onda bizim növbəti axşam, yəni ki, hazır olacağımız dərslər olacaq. Dünyanın təbii ehtiyatları, dünya təsərrüfatı, yəni sənayesi, bir də elmi-texniki inqilab. Düzdür, dediyim kimi bunun sualları çoxdur. Yəni mərhələli şəkildə artıq biz mövzuları keçirik. Kim tam yazıb yekunlaşdıra bilmirsə, hissə-hissə bölsün. Məsələn, bugün tutaq ki, təbii ehtiyatları, sabah dünya sənayesi mövzuları yekunlaşdıraq ki, o yəni bizə qəbul imtahanı öncəsində son günlərdə belə deyək ki, keçməyin mövzu qalmasında hamısını yekunlaşdırıb çalışaq test üzərində, məsələlər üzərində, xəritə üzərində çalışaq və yaxud hissə test topusunun situasiyalarını yerinə yetirək ki, problemlərimiz tam şəkildə həll olmuş olsun. İndi mən dərsləri izah elədim, belə deyək, siz qaldı sizin test yazmağınız, bir də dərsləri öyrənmək. Belə, əgər sözünüz yoxdursa sağollaşaq burada inşallah. Növbəti dərs görüşək. Sağ olun. Sağ olun. Sağ ol. Sağ ol. Müəllim, insan inkişaf indeksi imtahana düşmür də, hə? İnsan inkişaf indeksi imtahana düşmür, amma inkişaf eləmiş ölkələrdə izah edəcəm onu. Hə. Necə düşmür? Yəni məsələ olaraq düşmür, amma anlayış olaraq düşə bilər. Və yaxud məsələ olaraq da sadələşdirilmiş məsələ düşə bilər. Onu inkişaf eləmiş ölkələrin xüsusiyyətlərində qeyd edəcəyik bir də. Yaxşı. Sağ ol. Oldu, salamat. Sağ ol.